Salamlar hər kəsə. Bugün dərsimiz rabitə növləridir. İki cür rabitə var. Biri siqma, digəri isə pi rabitəsi. Siqma rabitəsi yaranarkən, ümumiyyətlə rabitələr yaranarkən orbitalların bir-birinə qapanması, örtülməsi hesabına yaranır. Siqma rabitələri yaranarkən SS orbitalları örtünür, yaranır, SP orbitalları örtünür, yaranır, PP orbitalları örtünür, yaranır. Bir də ki, qeyri-hibrid orbitallar arasında əmələ gələsidir. Digər isə pi rabitəsidir. Pi orbitallarının dikinə örtünməsi hesabına, yəni qeyri-hibrid, hibridləşməmiş pi orbitalları hesabına əmələ gələsidir. Gəlin bu test nümunəsində baxaq, bizə hər şey daha aydın olsun. Baxın, burada birinci element molekulumuz N2 molekuldur və 3 dənə rabitə var. Birinci buna baxırıq. Baxın, bunu yazdığım zaman, baxın, 3 qat rabitədən biri siqma rabitəsidir. Digər 2 isə pi rabitəsidir. Burada siqma rabitəsi azot-azot arasında əmələ gəlibsə, deməli pi orbitallarının örtünməsi əmələ gəlibdir. Yan-yana örtünməsi, pi-pinin yan-yana örtülməsi. Deməli, pi-pinin yan-yana örtülməsi siqma rabitəsi, pi-piləri isə, pi orbitalları isə bu 2 dikinə örtünməsi hesabına olasıdır. Deməli, birinci molekulu 2-4 əmələ gətirəsidir. İndi digərlərinə baxaq. Xlor 2 molekulu arasında siqma rabitəsi var. Xlor 2 molekulunda da yenə pilərin yan-yana örtülməsi hesabına əmələ gələsidir. Siqma rabitələri hesabına əmələ gələsidir. Deməli, 2-yə də yalnız 4 olasıdır. Üçüncü molekulumuz nədir? Üçüncümüz SP-nin SP-yə örtülməsidir. SP-nin SP-yə örtülməsidir. Biz bilirik ki, 3 qat rabitədən biri siqma rabitəsidir. Biri siqma rabitəsi olduğu üçün qeyri-hibridin hibritə örtülməsidir. Burada yoxdur. Digər qalan ikisi isə pi rabitəsidir. Deməli, 3-cü rabitənin yaranmasına pi rabitəsi iştirak eləyəsidir. 2. Baxın bu. Sonra isə karbonla hidrogen arasında SP-nin S-ə örtülməsi, yəni qeyri-hibridin S-ə örtülməsi hesabına yaranasıdır rabitə. Bu da siqma rabitəsi adlanasıdır. Bu da 3-ün hesabına. Yəni, karbonla hidrogen arasında rabitə qeyri-hibrid orbitalın S orbitala qapanması hesabına yaranasıdır. Üçüncüyə də 2-3 olasıdır. Birinciyə 2-4, ikinciyə 4 sadəcə, üçüncüyə də 2-3. Hansı variantdır? A variantı olasıdır.